Evdən çıxmaq qorxusu. Bu, aqorafobiya adlanır. Amma bu xəstəlik deyil. Bu, sənin öyrəndiyin reaksiyadır. Hər şey bir vəziyyətdən başladı. Hardasa panik atak keçirdin və düşündün, problem bu yerdədir. Amma yox, problem sənin reaksiyandaydı. Beyin bunu yadda saxladı. İndi isə hər dəfə o yerə yaxınlaşanda ürək döyüntüsü artır, nəfəs dəyişir, baş gicəllənir, ayaqlar boşalır və sən düşünürsən, yenə olacaq. Sonra isə belə yerlər artır və sən artıq evdən çıxmırsan. Amma çıxış yolu var, kiçik addımlarla. Bugün sadəcə evdən çıx, uzağa getmə, bir dairə vur və geri qayıt. Təşviş ola bilər, bu normaldır. Özünə de, bu sadəcə təşvişdir. Bu nə infarktdır, nə insultdur, nə huşunu itirməkdir. Sadəcə bədənin reaksiyasıdır. Və nəfəsinə qayıt. 4, 7, 8. Bir müddət sonra təşviş və qorxu gedəcək və belə etməklə beynin yenidən öyrənəcək ki, bu yer təhlükəli deyil.